Biz hər zaman depressiya deyəndə halı olmayan, əzgin olan, yorğun, hətta yataqdan belə ayağa dura bilməyən, öz işlərini özü görə bilməyən və s. siyahını çox uzada bilərik. Bu cür insanlar başa düşürük. Əslində düzdür. Bəli, bu belədir, amma bu passiv depressiyadır. Yəni passiv depressiyada insanlar yataqdan dura bilmir, halı olmur, əzgin olurlar. Onlar səhər yuxudan oyananda belə artıq yorğun oyanırlar. Bir də var aktiv depressiya və mən deyərdim ki, bizim insanlarımızın çoxusu aktiv depressiyadan əziyyət çəkir. Məhz aktiv depressiyaların sayı çoxdur. Aktiv depressiya nədir? Aktiv depressiya isə oturmaq istəmir. Ona elə gəlir ki, o otursa çökəcək. Buna görə də bu insanlar daimi olaraq nə iləsə məşğul olurlar, özlərini məşğul eləyirlər ki, onlar dayanmasınlar. Yəni bunun kökündə dayanan səbəb budur ki, aktiv depressiyanın mən dayansam çökəcəm. Və passiv depressiyada isə əksinə mən qalxsam, yəni mən çökəcəm, mən olmayacam kimi düşüncələr var və aktiv depressiyası olan insanlar dediyimiz kimi daha çoxdur. Onlar nəyisə kompensasiya eləyirlər hər zaman. Onlar otura bilmirlər, onlar bir dincələ bilmirlər, rahatlaşa bilmirlər və s. Buna görə də siz də özünüzü bir check-up edin. Sizdə hansı depressiyadır? Aktiv yoxsa passiv?